çox vacib bir məsələdir. Yəni cinsi əlaqədən meydana çıxan infeksiyaların sayı artıbdır və bu xəstələr də əksərən müalicə olunmayan, sağalmayan, yəni əvvəllər müalicə olunublar, amma sağalmadıqları üçün mənə müraciət edirlər. Yəni mən birinci instansiya kimi deyirəm. Yəni mənə müraciət edən xəstələr artıq 2-3 həkimdən və aptekdən keçib gələnlərdir. Yəni əsas aptekdən, sonra bir neçə həkimdən keçib, sonra gəlib mənə çıxırlar. Müalicə üçün müraciət edirlər. Bir şey deyim, əsas gələn adamların problemlərindən biri nədir? Düzgün olmayan analizlərin götürülməsi. Yəni analizləri necə gəldi, silikdən, nə bilim, spermadan, kim nədən ağlına gəlir analiz verir. Yəni insanlar özləri ya aptekçi belə deyir, ya mütəxəssis olmayan həkim, tutaq ki, gedirlər can həkiminə, qulaq həkiminə, başqa bir həkimlərə müraciət edib, çalışırlar ki, bu sahə üzrə nəsə bir əsaslı müalicə ala bilsinlər. Bu da təbii ki, mümkün deyil. Yəni heç kim öz telefonunu ayaqqabı ustasına aparmır, düzdürmü? Pinəçiyə aparmır. Çünki hamı bilir ki, bu telefondur, bunu telefon ustası tutar. Amma nəyə görəsə insanlar öz canlarını, bəzən xəstəliklərini mütəxəssis olmayan həkimlərə etibar edirlər. Yəni bu çox səhv fikirdir. Çox səhv fikirdir. Ona görə çalışın ki, həmişə mütəxəssis həkimə müraciət edin. Probleminiz nədirsə, ona uyğun olan mütəxəssisə müraciət edin. Və bir misal çəkəcəm, 1-2 gün bundan qabaq bir pasiyentimiz yaxınlaşdı. Varşavada yaşayır, Polşada, yəni bilənlər bilir, Varşava şəhəri Polşa Respublikasının paytaxtıdır. Orada yaşayan Azərbaycanlı həmyerlimizdir. Onda bir mikrob, zöhrəvi mikrob aşkar olunubdur. Polşada müalicə alıb Varşavada, amma nəticə almayıb. Yəni sağalmayıb, ona görə Azərbaycana gələndə mənə müraciət edib, mənim bu işə zəmanət verdiyimi bilib gəlibdir və analizin götürülməsi barədə maraqlananda dedi ki, analizi mən elə özüm götürmüşəm. Açığı mənim gülməyim tutdu, biraz belə təəccüb elədim ki, Varşava indi baxmada Polşa Avropa Birliyidir də, yəni Avropanın, nətər deyərlər, Avropa Birliyinin üzvü olan ölkədir, Avropanın mərkəzində yerləşən bir ölkədir. Belə bir ölkədə əgər özü paytaxtında xəstədən analiz əgər onun özünə götürdürməyə məcbur edirsə, bu çox acınacaqlı və gülməli bir haldır. Yəni mən açığı bundan çox təəccüb elədim. Çox təəccüb elədim. Amma sizə deyim ki, bizdə də belə klinikalar var. İndi adlarını çəkməyəcəm. Bir sıra klinikalarda xəstələrə deyirlər ki, gedin analizi özünüz götürün. Ya deyirlər gedin silikdən götürün mikrob üçün. Ya da deyirlər gedin özünüz bir dənə də ona çöp verirlər. Deyirlər ged özün götür. Nə tər bacarırsan götür. Ya da ki mütəxəssis olmayan bir adamı, nə bilim mən, əvvəllər başqa işdə işləmiş adama çubuq verirlər. Deyirlər ha elə kim gəldi ondan analiz götürərsən. O da təbii ki nə bacarır, necə bilir, yəni onun insafından asılıdır. Nə tər bacarır götürür. Yəni belə müayinə və müalicə olunmur. Cinsi infeksiyaların müayinəsi üçün müayinə materialını həkim götürməlidir. Həkim. Başa düşürsünüzmü? Bu ciddi bir şeydir bu. Ciddi bir şeydir. Bunu həkim götürməlidir. Həkim müayinə eləməlidir. Ki alınan cavab da düz çıxsın. Alınan cavab dəqiq çıxsın. Ki sabah o cavabla biz müalicə edəcəyik. Başa düşürsünüzmü? Ona görə məsləhətim nədir? Müayinə zamanı diqqətli olun. Yəni çalışın ki, əsasən sıyırıntı, yaxma vasitəsilə analizlər verəsiniz. Və onu da mütəxəssis eləsin sizdən. Həkimin özündən istəyin ki, o sizə bu müayinələri eləsin. Hansısa bir, nə bilim mən, kiçik tibb işçisi, nə bilim, sanitar yox. Yəni həkim eləməlidir bunu. Həkim götürməlidir bu şeyləri. Başa düşürsünüzmü? Bu həkimin işidir. Və bunda yaxşı olar ki, yaxma ilə və yaxud sıyırıntı ilə, yəni bu üsullarla götürülməlidir. Bu daha dəqiq olur. Silikdən, qandan olunan müəyyən də bu adını saydığım infeksiyalar, bunların analizi dəqiq olmur və yaxud spermadan mikrob axtarmaq bu biraz, necə deyərlər, gülməlidir, başa düşürsünüz? Gülməlidir. Belə şey heç kim eləmir. Ona görə bu məsələlərdə biraz diqqətli olun.
Bilmədiyiniz şeyləri maraqlanın, dəqiqləşdirin. Yəni çünki analizdən çox şey asılıdır. Analizin düzgün götürülməyindən sizin müalicənizin sonu asılıdır. Yəni taleyi asılıdır ki, müalicə necə gedəcəkdir. Hə, müraciət edənlərin sualların